Qardaş, biz nə dedik, xana oğlan? Neçə vaxtı, yəni artıq 6 aya yaxındır burada biz Neftçidən, Verindukdan danışırıq. Bildirmişdik ki, bu məşqçi həqiqətən də uğur qazana biləcək bir insandır və gəldiyi gündən etibarən öz danışığı ilə, futbolçulara toxunuşu ilə, oynatdığı oyunla bunu bariz şəkildə büruzə verir. Düzdür? Razıyam. Yəni mən Verindukla bir əlaqəm yox. Bu Neftçiyə gəlinə kimi tanıyırdıq, belə bir məşqçi var və o bundan öncəki gördüyü işlərlə o hansısa bir siqnallar verirdi ki bizə, bəli, mən Neftçiyə uğur qazandıra bilərəm. Və bizim də burada elədiyimiz analizlər çox şükür ki, öz yerini tapdı, ən azından bu mövsüm üçün. Verinduk həqiqətən də komandaya toxundu, komandanı 7-8-ci pillədən birbaşa Avrokuboklara gətirdi, yəni Avrokuboklar zonasına gətirib çıxardım artıq və burada bir sən nə var, önəmli məsələ nədir? Neftçi Azərbaycan futbolu üçün elə bir camiadır ki, Neftçidə o bir balaca od yandırır sana, gedirsən hansısa bir piknikdə od yandırır sana, alov qalamaq istəyirsən də, sənə bir qığılcım çatmır ki, o alovu qalayasan. Və bəzən nə qədər eləyirsən, belə deyək də, üstündən 1 saat əlləş o ocağı yandırmaq olmur. Amma Neftçi elə bir camiadır ki, azarkeş baxımından, belə deyək də, ölkənin o qurulduğu dövrdən etibarən o birendə olub da Neftçi. Neftçiyə bir dənə o alova bir dənə qığılcıma sıraz yanacaq. Sıraz deməyək, rus sözüdür. Bir həmən anında alışmağa başlayacaq. Neftçi elə bir camiadır və biz bu günləri o yanan alovun artıq Verinduk o qığılcımı gətirə bilir. 100%.